yoldaşlarım, değerli dinləyicilər. Bugün Gələcəyin İşığı FM radyosunun efirində xüsusi bir tarix, mənəvi və ictimai baxımdan böyük əhəmiyyət daşıyan bir gün münasibəti ilə bir araya gəlmişik. Hər birinizi səmimi qəlbdən salamlayıram. Sizi əhatə edən bu səs dalğalarında yalnız sözlər deyil, həm də gələcəyə inam, sabaha ümid və gənc ruhun gücü var. Mən Lənkəran rayonu Yuxarı Qüvvəti Kənd Tam Orta Ümumi Təhsil Məktəbinin 7. sinif şagirdi, Məktəb Radyosunun aparıcısı Əliyeva Nuray bugün 2 fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə hazırladığımız xüsusi proqramı sizə təqdim edirəm. Bugünkü verilişimiz təsadüfi olaraq seçilmiş bir mövzu deyil. 2 fevral tarixi Azərbaycan gəncliyinin ictimai, siyasi, elmi, mədəni və mənəvi inkişaf yolunun rəmzi kimi tarix həkk olunmuşdur. Bugün yalnız bir təqvim günü deyil, eyni zamanda gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinin, dövlətin diqqət və qayğısının mərkəzində dayanmasının, milli inkişaf strategiyasının əsas sütunlarından biri kimi qəbul edilməsinin bariz göstəricisidir. Əziz dinləyicilər, gənclik anlayışı sosioloji və fəlsəfi baxımdan cəmiyyətin dinamik, yaradıcı və yenilikçi təbəqəsini ifadə edir. Gənclərin yeni ideyaların daşıyıcısı, elmi-texnoloji tərəfinin hərəkətləyici qüvvəsi, sosial dəyişikliklərin əsas subyektidir. Tarixin bütün mərhələlərində məhz gənclər cəmiyyətin inkişafında həlledici rol oynamış, mühüm ictimai proseslərin önündə dayanmışdır. Azərbaycan tarixinə nəzər saldıqda da bu həqiqəti aydın şəkildə görürük. Milli azadlıq hərəkatından tutmuş, müstəqil dövlət quruculuğuna, vətən müharibəsindən tutmuş postmüharibə dövrünün bərpa və inkişaf mərhələsinə qədər hər bir tərəfli prosesdə gənclərin fəallığı, qətiyyəti və vətənpərvərliyi xüsusi yer tutur. 2 fevral Azərbaycan Gəncləri Günü tarixən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1996-cı il fevralın 2-sində Azərbaycan gənclərinin ilk forumu keçirilmiş, bu forum gənclərin siyasətinin institusional əsaslarının formalaşmasında mühüm mərhələ olmuşdur. Həmin tarixi hadisədən sonra 1997-ci ildə Ulu Öndərin imzaladığı müvafiq sərəncamla 2 fevral rəsmi olaraq Azərbaycan Gəncləri Günü elan edilmişdir. Bu qərar dövlətin gənclərə verdiyi yüksək dəyərin, onlara olan etimadın və gələcəyə hesablanmış strateji baxışın təzahürü idi. Hörmətli dinləyicilər, Azərbaycan Respublikasında gənclər siyasəti sistemli, məqsədyönlü və elmi əsaslara söykənən şəkildə həyata keçirilir. Bu siyasətin əsas məqsədi gənclərin intellektual potensialının inkişaf etdirilməsi, onların milli mənəvi dəyərlər ruhunda tərbiyə olunması, sağlam həyat tərzinin təşviq edilməsi, peşə hazırlığının gücləndirilməsi və cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsidir. Statistik məlumatlara diqqət edirsək görərik ki, bugün Azərbaycan əhalisinin təxminən 30%-dən çoxunu gənclər təşkil edir. Bu göstərici özü-özlüyündə gənclərin ölkənin demografik və sosial strukturunda nə qədər mühüm yer tutduğunu təsdiqləyir. Müasir dövrdə gənclər yalnız təhsil alan, gələcəyə hazırlaşan təbəqə kimi deyil, eyni zamanda ictimai proseslərdə aktiv mövqe tutan, qərarların qəbulunda iştirak edən, innovativ təşəbbüslərlə çıxış edən sosial qrup kimi dəyərləndirilir. Dövlət tərəfindən yaradılan müxtəlif proqramlar, layihələr və mexanizmlər gənclərin potensialının üzə çıxarılmasına xidmət edir. Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə, Azərbaycan Gəncliyi 2022-2026-cı illərdə dövlət proqramları bu istiqamətdə həyata keçirilən ardıcıl siyasətin bariz göstəricisidir. Həmin proqramlar çərçivəsində minlərlə gənc beynəlxalq təhsil layihələrində iştirak etmiş, elmi tədqiqat fəaliyyətinə cəlb olunmuş, start-up və innovasiya təşəbbüslərinə qoşulmuşdur. Əziz dinləyicilər, gənclik dəyəndə ilk növbədə təhsil anlayışı ön plana çıxır. Təhsil gənclərin formalaşmasında, onların dünya görüşünün genişlənməsində, analitik düşünmə bacarıqlarının inkişafında əsas amildir. Bugün ölkəmizdə müasir təhsil infrastrukturunun yaradılması, məktəblərin, lisey və gimnaziyaların, ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, gənclərin keyfiyyətli təhsil alması üçün əlverişli şərait yaradır. Rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası, distant və hibrid təhsil modellərinin tətbiqi gənclərin qlobal bilik məkanına çıxış imkanlarını xeyli artırmışdır.
Elmi statistika göstərir ki, son illərdə beynəlxalq olimpiyadalarda, bilik yarışlarında Azərbaycan gənclərinin qazandığı uğurların sayı artmaqdadır. Bu gənclərin intellektual səviyyəsinin yüksəldiyini, elmi potensialının gücləndiyini göstərən mühüm göstəricidir. Eyni zamanda peşə təhsilinin inkişafı, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı da gənclərin sosial-iqtisadi inteqrasiyasını sürətləndirən amillər sırasındadır. Hörmətli dinləyicilər, gənclərin inkişafında vətənpərvərlik tərbiyəsi xüsusi yer tutur. Azərbaycan gəncliyi milli kimliyinə bağlı, dövlətçilik ənənələrinə sadiq, tarixin yaddaşını qoruyan bir nəsil kimi formalaşır. Xüsusilə 44 günlük vətən müharibəsi zamanı gənclərin göstərdiyi şücaət, fədakarlıq və birlik nümunəsi bütün dünyaya sübut etdi ki, Azərbaycan gəncliyi yalnız bilik və bacarıqla deyil, eyni zamanda yüksək mənəvi keyfiyyətlərlə silahlanmışdır. Həmin dövrdə könüllü olaraq cəbhəyə yollanan minlərlə gənc öz həyatını riskə ataraq vətənin müdafiəsinə qalxdı. Bu fakt gəncliyin dövlət və xalq qarşısında daşıdığı məsuliyyət hissinin ən yüksək ifadəsi idi. Postmuharibə dövründə isə gənclər azad edilmiş ərazilərin bərpasında, sosial layihələrin icrasında, könüllülük hərəkatında fəal iştirak edirlər. Könüllülük institutu gənclərin sosial məsuliyyətinin, ictimai fəallığının və vətəndaş mövqeyinin formalaşmasında mühüm rol oynayır. Statistik məlumatlara əsasən, son illərdə könüllü hərəkata qoşulan gənclərin sayı 10 minlərlə ölçülür ki, bu da cəmiyyətin inkişafında gənclərin nə qədər aktiv rol oynadığını göstərir. Əziz dinləyicilər, gənclərin fiziki və psixoloji sağlamlığı da dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Sağlam həyat tərzinin təşviqi, idmanın inkişafı, kütləvi idman tədbirlərinin keçirilməsi gənclərin fiziki hazırlığının və psixoloji dayanıqlığının artırılmasına xidmət edir. Azərbaycan gəncləri beynəlxalq idman arenalarında qazandıqları nailiyyətlərlə ölkəmizin adını yüksəklərə qaldırır, dövlət bayrağını fəxrlə dalğalandırırlar. Bu uğurlar gənclərin məqsədyönlü fəaliyyətinin, sistemli hazırlığının və güclü iradəsinin nəticəsidir. Eyni zamanda mədəniyyət və incəsənət sahəsində də gənclərin fəaliyyəti diqqətə layiqdir. Gənc musiqiçilər, rəssamlar, yazıcılar və aktyorlar milli mədəni irsi müasir baxışlarla təqdim edərək onu yeni mərhələyə daşıyır. Bu proses mədəni davamlılığın və yaradıcılıq sintezinin bariz nümunəsidir. Hörmətli dinləyicilər, bugün məktəbli gənclər olaraq bizlər də bu böyük prosesin bir hissəsiyik. Məktəb yalnız bilik əldə etdiyimiz məkan deyil, eyni zamanda şəxsiyyət kimi formalaşdığımız, məsuliyyət hissini öyrəndiyimiz, gələcək həyatımıza hazırlıq gördüyümüz mühüm sosial mühitdir. Burada qazandığımız biliklər, vərdişlər və dəyərlər gələcək fəaliyyətimizin əsasını təşkil edəcək. Bizim üzərimizə düşən əsas vəzifə bu imkanlardan səmərəli istifadə etmək, üzərimizdə işləmək, daim özümüzü inkişaf etdirməkdir. Gənclik dövrü həm də seçim mərhələsidir. Bu mərhələdə atılan addımlar gələcək həyat yolumuzu müəyyənləşdirir. Elmi yanaşma göstərir ki, məqsədli fəaliyyət, planlı inkişaf və davamlı özünü təkmilləşdirmək gənclərin uğur qazanmasında əsas amillərdir. Buna görə də hər bir gənc öz potensialını düzgün qiymətləndirməli, güclü və zəif tərəflərini analiz etməli, qarşısına real və strateji hədəflər qoymalıdır. Əziz dinləyicilər, 2 fevral Gənclər Günü bizə təkcə bayram sevinci deyil, həm də ciddi məsuliyyət hissi aşılayır. Bugün bizdən tələb olunan əsas məsələ yalnız əldə olan nailiyyətlərlə kifayətlənməmək, daha böyük hədəflərə doğru inamda irəliləməkdir. Müasir dünyanın çağırışları gənclərdən çevik düşünmə, analitik yanaşma, texnoloji savadlılıq və sosial məsuliyyət tələb edir. Azərbaycan gəncliyi bu çağırışlara cavab vermək gücündədir. Sonda qeyd etmək istəyirəm ki, gənclik keçici bir mərhələ deyil, insan həyatının ən məhsuldar, ən enerjili və ən ümidverici dövrüdür. Bu dövrü düzgün dəyərləndirən, bilik və bacarığını artıran, mənəvi dəyərlərə sadiq qalan hər bir gənc gələcəyin uğurlu vətəndaşı olacaqdır. Azərbaycanımızın sabahı məhz bugün yetişən gənclərin əllərindədir. Hörmətli dinləyicilər, Gələcəyin İşığı FM radyosunun efirində 2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş xüsusi verilişimizi dinlədiniz. Mən Əliyeva Nuray, Bayramlıqlar Günü münasibəti ilə bütün gəncləri ürəkdən təbrik edir, onlara möhkəm iradə, dərin bilik, sağlam düşüncə və parlaq gələcək arzulayıram. Ümid edirəm ki, bu səs dalğalarında səslənən fikirlər hər biriniz üçün stimul, bir çağırış və bir yol göstəricisi oldu. Sağ olun, var olun. Növbəti efirlərdə
qədər görüşənə.